almışıq. Açanı da bağlamışıq. Gəlib dövblər bizə qonağımız sivilmişik, buyurun. Həm də polis əməkdaşı. Bəlkə çay içməlisiniz, nə istəyir? Buyurun, xoş gəlmişsiniz. Ha, burada nə edirsiniz? Nəsə işinizi yekunlaşdırır. Ha, bəs olmaz, bölməyə getməliyik, biz gedək də. Ha, gedək, tam, bir dənə ağaya vurdu. Bir dənə ağa qazi girə, ağayan vurmadı. Ha, tam, mənə vurdu. O birisi gəldi, bir quşu vurdular. 3 nəfər, 4 nəfər, 8 nəfər oldular. Biz dubinka ilə gəldik, nə bileyim? Ayda. Şişirdik bizim. Ayda. Kulağım qəlpədir, kulağım aparatdır, ayağım qəlpədir. Ömür boyu şişirməyəcəm, üstümdən. Qapını dövblər açmışıq, giriblər, dedim qaziyəm. Dedi, nə qazi? Başladılar, dövdülər bizi. Sifətimə kimi şişirdik və polis əməkdaşlarını içəridə mənə gətirdilər. Bölməyə içində tutdu, paddeşka verdi, yıxdı və bu lentlər də polis əməkdaşlarında var, içəridə var. Mənə necə paddeşka verib mənə yıxmaqları, budur, bunların Qarabağ qarşısında hörməti. Bu dövlət belə edəcəksə, mən bu dövləti istəmirəm, lazım da deyil. Mənim qulağım güclə özünə gətirirlər mənim damarlarımı, bunlar vurub mənə bir yerdə tapıb. Onu böyük o, həmin o serjantları burada gözləyirik, gəlsinlər. Bunu qanun çərçivəsində istəyirik bu iş həll olsun. Buradan mən şəxsən cənab prezidentimə səslənirəm ki, buradan Müdafiə Nazirliyinə mən səslənirəm ki, xahiş edirəm bu işi yüksək dərəcədə ciddi nəzərə alsınlar. Bu haqsızlığı bunun üstün örtməsin, örtbasız olunmasın bu. Gecə mənə qazi qardaşım zəng edir ki, bizi döyüblər polislər. Gəlmişəm 13-cü polis bölməsinə ki, nə olub? Görürəm ki, nə göz var, nə ayaq var, başın burası, batinka ilə vurdular, 13-cü polisləri. Nə günü, indi çölə qoymurlar ki, deyirlər jurnalistlər geçsin, sonra onları bıraxaq. Belə bir şey olar, yarımcan qaziləri döymək olar ki, gecə. Başın burası yoxdur, təbidən vurublar, baş şişib, içəri təmiz qandır, içəridə döyüblər, kameralarda var, göz qara, yeriyə bilmir. Daxili İşlər Naziri Vilayət Eyvazov, sənin arvadının, qızının, gəlinivin, anavın liş nağızına verib.